Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki mövzumuz südlü xörəklərin hazırlanma texnologiyasıdır. Südlü xörəklərin hazırlanma texnologiyası. Gəlin baxaq görək süd necə məhsuldur. Süd qiymətli qida məhsuludur. Bəli, çox qiymətli qida məhsuludur. Niyə? Çünki onun tərkibində orqanizmin həzm prosesini qaydaya salan qidalı maddələr var. Südü müxtəlif yaş qruplarında olan insanlar qida rasionuna daxil etməlidirlər. Müxtəlif yaş deyərkən, böyüklər üçün də ola bilər, kiçiklər üçün də ola bilər. Bəli, süd xüsusən uşaqlar və yaşlılar üçün çox qiymətli qida məhsuludur. Təbii inək südünün tərkibində zülal, A, B, B2, PP, C, D vitaminləri ilə zəngindir. Bəli, zülal, A, B, B2, PP, C, D vitaminləri ilə zəngindir. Süddə bol miqdarda kalsium var. Kalsium. Bəs kalsium nəyə xeyirdir? Sümükləri gücləndirir. Dişlərin sağlamlığını təmin edir. Süddən süd məhsulları alınır, hazırlanır. Süd məhsulları hansılar ola bilər? Bəli, süddən yağ alınır. Kəsmik alınır. Xama, qatıq, şirin kəsmik hazırlanır. İnsanlar təkcə inək südündən deyil, keçi, qoyun, camış, diqqətlə baxaq, at, dəvə, maral kimi digər ev heyvanlarının südlərindən də istifadə edirlər. Gəlin bura kimi baxaq görək nə öyrəndik. Öyrəndik ki, süd necə məhsuldur? Qiymətli qida məhsuludur. Niyə qiymətlidir? Orqanizmdə həzm prosesini yaxşılaşdırır, qaydaya salır. Süddən hansı yaş qrupu insanlar qəbul edirlər? Müxtəlif yaş qrupunda. Əsasən, xüsusən uşaqlar və yaşlılar üçün qiymətli qida məhsuludur. Südün tərkibində nə var idi müəllimlər? Zülal var idimi? Bəli, zülal var idi. A, B, B2, C, PP, D vitaminləri ilə zəngindir. Eyni zamanda süddə bol miqdarda kalsium var. Bəs kalsium nə işə yarayır insan həyatında? Sümükləri gücləndirir, dişlərin sağlamlığını təmin edir. Süddən nə alınır, nə hazırlanır? Süd məhsulları. Hansılardır süd məhsulları? Yağdır, kəsmikdir, xammadır, qatıqdır. Şirin kəsmikdir, bəli, bunlar süd məhsullarıdır. Bəs hansı heyvanların südündən istifadə etmək olar? Təkcə inək südüdürmü? Xeyr, inək südündən başqa keçidir, qoyundur, camışdır, atdır, dəvədir, maraldır. Bu kimi ev heyvanlarının südündən istifadə etdik. Süddən alınmış ərzaqların keyfiyyətini, bax, süddən alınmış ərzaqların, südü demir ha, təkcə süddən alınan ərzaqların keyfiyyətini necə bilirik? Xarici görünüşündən, rəngindən, iyindən, qatılığından müəyyən etmək olar. Bax, təkcə südü demir, süddən alınan ərzaqların keyfiyyəti. Bütün köhnə ərzaqlar xoşagəlməziyə malikdir. Burada diqqətli olaq. Baxın, süddən alınmış ərzaqların keyfiyyətini necə bildik? Xarici görünüşündən bildik. Yəni, üzünə baxanda bilmək olur ki, bu köhnədir yoxsa təzədir. Rənginə baxanda bilmək olur. İyinə baxanda bilmək olur, bəli. Qatılığına baxanda bilmək olur. Bütün köhnə ərzaqlar xoşagəlməziyə malikdir. Köhnəlmiş süd necə olur? Turş olur, qatılaşır.
Bəli, köhnəlmiş süd turşuyur, qatılaşır. Xarab olmuş xama necə olur? Xarab olmuş xama acı dad verir. Bəs kəsmik necə olur? Kəsmiyin səthi sürüşkən olur. Kəsmik necə oldu? Sürüşkən. Xama acı oldu, acı dad verdi. Süd isə turşudur, qatılaşdı. Növbəti slayda baxaq. Südü və süddən alınmış ərzaqları soyuducuda və ya soyuq otaqda saxlama müddəti şərtlərinə ciddi riayət etməklə saxlamaq lazımdır. Deməli, həm südü, həm də süddən alınmış ərzaqları soyuducuda və soyuq otaqda necə saxlayırıq? Saxlanma müddəti şərtlərinə ciddi riayət etməklə saxlayırıq. Məsələn, müsbət 4, mənfi 8 dərəcədə. Bax, bu dərəcədə süd nə qədər qalır? 20 saat. Xama nə qədər qalır? 72 saat. Kəsmik nə qədər qalır? 36 saat. Çərə yağı nə qədər qalır? 10 saat. Ən çox hansı qalır? Çərə yağı. 10 gün. Müsbət 4, mənfi 8 dərəcədə. Daha sonra ikinci yerdə çox qalan xamadır. 72 saat. Sonra kəsmik. Kəsmik 36 saat. Baxın, 72-nin yarısı 36. Demək olar ki, 72-ni kəsdik 2 yerə, 36 saat kəsmiyə düşdü. Bax, belə yadımızda saxlaya bilərik. Xama 72, kəsmik 36, 72-nin yarısı. Süd isə ən az qalan süddür 20 saat. Ev şəraitində südün keyfiyyətini necə yoxlaya bilərik? Qaynatma ilə. Qaynatma ilə yoxlayırıq. Əgər südün üzəri hamardırsa, çürümürsə, bəli, deməli, keyfiyyətli süddür. Süd kombinatları içməli inək südünü satışa necə buraxırlar? Həm pasterizə edilmiş, həm də sterilizə edilmiş. Deməli, iki cür buraxılır. Pasterizə edilmiş, bir də sterilizə edilmiş. Pasterizə edilmiş süd hermetik qabda. Hermetik nədir? Hermetik möhkəm bağlanmış, belə deyək də, daxilinə hava düşmür. Pasterizə edilmiş süd hermetik qablaşdırılmış süd deməkdir. Hermetik qablaşdırılmış süddür ki, yəni tamamilə ağzı bağlanıb, ora oksigen, belə deyək də, daxil olmur. 72-75 dərəcəyə qədər qızdırmaqla tərkibində olan xəstəlik törədən bakteriyalar məhv edilmiş süddür, pasterizə edilmiş süd. Deməli, pasterizə edilmiş süd daha az qaynadılır, sterilizəyə nisbətən. Pasterizə 72-75 dərəcəyə qədər qızdırmaqla tərkibində xəstəlik törədən bakteriyalar məhv edilir. Belə emal zamanı ərzağın keyfiyyətinin minimal dəyişikliyi, bax, keyfiyyətin minimal dəyişikliyi baş verir. Minimal dəyişikliyi baş verir. Pasterizə edilmiş südün saxlama müddəti nə qədərdir? 0-6 dərəcə temperaturda 2 gündən 5 günə qədər. 2 gündən 5 günə qədər. İndiki sterilizə edilmiş südə baxaq. 120-140 dərəcəyə qədər qızdırılaraq alınır. Deməli, 100 dərəcədə qaynayırsa, bu 100 dərəcədən də çoxdur. 120-140 dərəcədə qızdırılaraq alınır. Belə temperaturda mikroblar və orqanizm üçün xeyirli olan maddələrin bir qismi ölür. Deməli, pasterizə edilmiş süd neçə dərəcədə idi? 72-75 dərəcə idi. Burada sadəcə bakteriyalar məhv olunur. Amma sterilizə edilmiş 120-140 dərəcəyə qədər qızdırılaraq alınır. Burada
Mikroblar və orqanizm üçün xeyirli maddələr də ölür. Sterilizə edilmiş südü hermetik. Hermetik nə idi? Yenə deyirəm müəllimlər, ağzı kip bağlanmış qabdır. Ağzı kip bağlanmış qabdır. Deməli, hermetik qabda uzun müddət saxlamaq olar. Nə qədər? Uzun müddət nə qədər? 4 ay. Pasterizə edilmiş süd nə qədər? 2 gündən 5 günə qədər. 2 gündən 5 günə qədər. Amma sterilizə edilmiş isə 4 aya qədər saxlamaq olar. Pasterizə edilmiş süd sterilizə edilmişdən daha xeyirlidir. Niyə xeyirlidir? Pasterizə edilmiş süddə sadəcə bakteriyalar məhv olunur, amma sterilizə edilmişdə isə təkcə mikroblar deyil, eyni zamanda orqanizm üçün xeyirli maddələr də nə olur? Məhv olur, ölür. Ona görə də pasterizə edilmiş süd daha xeyirlidir. Süddən çoxlu sayda xörəklər hazırlamaq olar. Çoxlu sayda xörək hazırlamaq olar. Duru xörəklər, quru xörəklər, şirin yeməklər, həmçinin soslar. Bəli, bunlara fikir verək. Duru, quru, şirin yeməklər, bir də soslar. Süd, çörək və qənnadı məmulatlarına əlavə edilir. Deməli, çörək və qənnadı məmulatlarına əlavə edilir. Bunun üçün o müxtəlif növ termiki emallardan keçir. Belə ki, uzun emaldan sonra pasterizə edilmiş süddən bişirilmiş süd alınır. Deməli, pasterizə edilmiş nə qədərdir? 72-75 idi, düzdür? Amma bişirilmiş süd nə qədər olur? 95-98 dərəcə. Bəli, pasterizə edilmişdən sterilizə edilmiş süd alınır. 95-98 dərəcədə qaynadılır. Daha sonra tərəvəz, makaron məmulatları, yarma ilə hazırlanmış süd şorbaları və ya sıyıqlar üçün nə istifadə edirik? Necə süddən istifadə edirik? Adi süd də ola bilər, bişirilmiş də ola bilər, konservləşdirilmiş də ola bilər. Konservləşdirilmişə nələr aiddir? Quru və qatlaşdırılmış süd. Deməli, əgər quru süddən istifadə ediriksə, süd şorbası hazırlayırıq və yaxud da sıyıq, düzdür? Əgər quru süddən hazırlayırıqsa, quru südü necə həll edirik? 1 stəkan suya 1,5 xörək qaşığı hesabı ilə nə götürürük? Quru süd. 1,5 xörək qaşığı. Əvvəlcə süd tozu az miqdarda ilıq suda həll edilir. Deməli, 1 stəkan suya 1,5 xörək qaşığı. Bax, çay qaşığı demirəm, xörək qaşığı deyirəm. Quru süd götürdük. Əvvəlcə süd tozunu az miqdarda ilıq suda həll edirik. Sonra yavaş-yavaş su əlavə edərək tam həll olunana qədər qarışdırırıq. Deməli, əvvəlcə ilıq suda, az miqdarda ilıq suda, sonra isə yavaş-yavaş su əlavə edərək tam həll olana qədər qarışdırırıq. Səbəb nədir, müəllimlər? Biz bir dəfəlik quru suyu tökmüş olsaq, topa-topa suyun üzərində yığılacaq, düzdür? Ona görə də az miqdarda ilıq suda həll etdik və sonra isə yavaş-yavaş su əlavə edərək tam həll olana qədər qarışdırırıq. Qatlaşdırılmış süd isə belə həll edilir. Qatlaşdırılmış süd. 2 xörək qaşığı qatlaşdırılmış süd, 1 stəkan qaynadılmış suya. Baxın, qaynadılmış suya qatlaşdırılmış südü həll edirik, amma quru süddə isə ilıq suda. Bəli, ilıq suda həll etdik. 2 xörək qaşığı qatlaşdırılmış süd, 1 stəkan qaynadılmış suya. Quru süd necə idi? 1 stəkan suya 1,5 xörək qaşığı quru süd götürdük. Südlü şorba və sıyıqların hazırlanma texnologiyası. Buna baxaq, müəllimlər.
südlü şorba və ya sıyıqların hazırlanma texnologiyası. Gəlin görək, bunların texnologiyası necədir? Yarma, makaron məmulatlarının və ya tərəvəzləri. Ayrıca suda yarı bişmiş vəziyyətə qədər qaynatmaq. Deməli, yarmadır, makarondur və yaxud da ki, makaron məmulatları və yaxud da ki, tərəvəzləri. Neyinirik? Ayrıca suda yarı bişmiş vəziyyətə qədər qaynadırıq. Sonra neyinirik? Quru və ya qatılaşdırılmış südü suda həll edirik. Deməli, birinci yarma ola bilər, makaron ola bilər və ya tərəvəz ola bilər. Bunları ayrıca suda bişiririk. Tam bişirmirik, yarı bişmiş vəziyyətə qədər qaynadırıq. Sonra quru və ya qatılaşdırılmış südü suda həll edirik. Quru südə nə qədər quru süd lazım oldu, nə qədər su lazım oldu? 1,5 baxın. 1,5 xörək qaşığı 1 stəkan suyudur. Qatılaşdırılmış isə 2 xörək qaşığı 1 stəkan suya. Bəli, 1 stəkan suya. Deməli, quru süddə ilıq suyudur, amma qatılaşdırılmışda isə qaynamış su. Südü suda həll etdik. Deməli, quru və ya qatılaşdırılmış südü suda həll etdik. Südü qaynatmaq, ona yarma, makaron və ya tərəvəzləri əlavə edib, duzlayıb tam hazır olana qədər bişirmək. Deməli, birinci işimiz nə oldu? Yarma, makaron və ya tərəvəzləri yarı bişmiş vəziyyətdə suda bişirdik, qaynatdıq. Sonra quru və ya qatılaşdırılmış südü həll etdik. Sonra südü qaynatdıq, həll edəndən sonra. Ona nə tökürük? Yarma, makaron və ya tərəvəz əlavə edib, duzluyuruq, yəni duz tökürük, tam hazır olana qədər bişiririk. Əgər üzlü süddən istifadə ediriksə, üzlü süd nədir? Yəni biz ona su əlavə etməmişik. Onda qaynayan südə duz, qənd, yarma, makaron və ya tərəvəz əlavə edib hazır olana qədər bişirmək. Deməli, əgər üzlü süddürsə, onda südü qaynadırıq, südə duz tökürük, qənd, yarma, makaron və ya tərəvəz əlavə edib hazır olana qədər bişiririk. Yox, əgər bizim hazırladığımız quru və ya qatılaşdırılmış süddürsə, onu suda həll edirik. Daha sonra süd xörəklərini hazırlamaq üçün xırda, həcmi 1,5-2 litr olan qazan götürmək lazımdır süd xörəklərini. Əgər hazırlayırıqsa, bizə xırda qazan lazımdır. Həcmi nə qədər olacaq? 1,5-2 litr. Süd metal qabda qaynadılır. Bəli, metal qabda qaynadırıq. Sonra şüşə və ya minyalı qablarda saxlayırıq. Bəli, metal qabda saxlamırıq. Şüşə və ya minyalı qablarda. Hazır yeməklərin keyfiyyətinə verilən tələblər. Hazır yeməklərin keyfiyyətinə verilən tələblər. Gəlin, baxaq müəllimlər, diqqətli olaq. Süd xörəkləri yeməyin növünə uyğun qatılığa malik olmalıdır. Deməli, növünə uyğun qatılığa malik olmalıdır. Məsələn, şorba duru olmalıdır, sıyıq qatı və ya duru ola bilər. Şorbanın tərkibinə daxil olan ərzaqlar formasını saxlamalıdır. Deməli, yeməyin növünə uyğun qatılığa malik olmalıdır, qatılıq. Məsələn, şorba duru ola bilər, sıyıq qatı və ya duru ola bilər. Sonra şorbanın tərkibində olan ərzaqlar formasını saxlamalıdır. Südlü şorba və ya sıyıq. Rəngi nə rəngdə olmalıdır? Ağ rəngdə olmalıdır, ağ. Süd şorbalarını isti vəziyyətdə. Baxın, burada diqqət eləyən müəllimlər testlərdə düşür. Süd şorbalarını isti vəziyyətdə dərin boş qablarda
süfrəyə vermək lazımdır. Şorba və sıyıq olan boşqaba bir tikə çərək yağı qoymaq olar. Süd sıyıqları isə xırda boşqablarda verilir. Deməli, şorbalar dərin qablarda verilir, amma süd sıyıqları isə xırda boşqablarda verilir. Süfrəyə verməmişdən əvvəl nə edirik? Biraz çərək yağı əlavə edirik. Bu da maraqlı mövzulardan biri idi. Mövzumuz bitdi. Belə müəllimlər, mövzumuz bu qədər. İnşallah ki, mövzuların test üzrə müzakirəsi, bir də ki, sual-cavabda bizə qaranlıq qalan məqamları daha da aydınlaşdırarıq.